Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Metroda tüstülənmə oldu. Xəbər verilir ki, tüstülənmə Cəfər Cabbarlı stansiyasında baş verir. Belə ki, stansiyada tüstü müşahidə edilib. İlkin ehtimala görə tüstülənmə qısa qapama nəticəsində baş verib. Bakı metropolitenin keçicinin məlumatına əsasən, tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə Cəfər Cabbarlı stansiyasının girişi və çıxışı qapıları dərhal bağlanılıb. Havalandırma sistemi soğurma rejiminə keçirilib. Digər bir xəbərdə, Cəfər Cabbarlı stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmədən sonra stansiyanın giriş-çıxışına tətbiq edilən məhdudiyyət aradan qaldırılıb. Xəbər verilir ki, bu barədə Bakı metropolitenin keçici məlumat yayıb. Stansiya sərnişinlərin giriş-çıxışına tam açılıb deyə qurumdan bildirilir.